Quran da deyir, Allah da deyir ki, ən dəyərli varlıq insandır. İnsan, hətta bu cisim ki, Allah Taala mənə veribdir, bu mənə əmanətdir. Amma bununla yanaşı axı mənim öhdəliklərim var, vəzifələr. Baxın, Qərbdə mədəniyyət necədir? Qanunlar. Bir övladı böyüdür, 18 yaşı tamam olsa deyirsən azadsan və mən məcbur deyiləm sənə baxmağa. Ged öz həyatını yaşa. Bu da artıq ailə o ki, həqiqətən mənəviyyat vardı, ailə mənəviyyatı yoxdur Qərbdə. Baxın, ata bir evdə yaşayır, ana bir evdə yaşayır, övladlar öz həyatını yaşayır. Yəni fərqi yoxdur, amma İslam nə deyir? Deyir, əgər sən valideynsənsə, övladın qarşında öhdəliklərin var. Yəni təkcə övladı dünyaya gətirməklə deyil, müəyyən yaşa çatdırmalısan, onun üçün müəyyən şəraiti belə deyə ərsəyə gətirməlisən. Məxsusən də ki, bu mən deyərdim ki, Azərbaycanda daha çox, məsələn, vüsət tapıb ki, nəinki Azərbaycanlı valideynlər öz öhdəliklərindən də artığını öz belə deyə övladları üçün eləyirlər ki, övladın məsələn körpəliyi daha rahat keçsin, məktəb ili daha rahat keçsin, universitet oxuyub daha rahat keçsin, onu bir peşə sahibi eləyim, daha rahat keçsin. Hər bir şey etməyə çalışırıq, amma təəssüf ki, bəzən onun övladdan əvvəl bəndə olduğunu unuduruq ki, onu ilk öncə dini istiqamətdə istiqamətləndirməliyik ki, məsələn, mənim övladım, əvvəl sən bəndəsən, bilməlisən ki, sənin Allahın qabağında nə öhdəliklərin var. Sən Allah üçün nələr eləməlisən, ondan sonra artıq cəmiyyətdə mənim qarşımda hansı öhdəliklərim vardır.